Aylıq 510 manat ödəməklə mənzil sahibi ola bilərsiniz. Dəyərli müştərilərimiz, dəyərli Bestom kanal izləyiciləri, Xırdalan şəhəri Bakı-Sumqayıt şosesi Riyaət Ticarət Mərkəzi ilə üzbəüz körpü bina tikintinin inşa etdiyi 15 mərtəbəli binanın 15-ci mərtəbəsində ümumi sahəsi 105 kvadrat metr olan qanuni 3 otaqlı, hazır 4% ipotekada olan mənzil satışa çıxır. Gəlin mənzilin proyekti ilə tanış olaq. Bura mənzilin giriş qapısıdır. Giriş qapısından sol tərəfdə sanitar qovşaqdır. Sağ tərəfdə qonaq otağı. Mənzil hazır 4% ipotekadadır. Satma öhdəliyi ilə mənzillərin kiraya verilməsi mexanizmi ilə alınıb. 15 mərtəbəli binanın 15-ci mərtəbəsindədir. Üzəri mansarddır. Mansardda yaşayış yoxdur. Binanın 2 sürətli lifti var. Yeraltı qarajı var. Hazır 4% ipotekadır. Rəsmi iş yeri, rəsmi əmək haqqı olan hər bir kəs 4% ipoteka ilə əldə edə bilər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri mənzili 4% ipoteka ilə əldə edə bilər. Sadəcə rəsmi iş yeri və kartla əmək haqqı lazımdır. Sahibkarlarda isə vergi ödəyicisi. Bu yataq otağında da bir sanitar qovşaq var. Mənzilin proyekti çox gözəldir. Dəhlizə bura bir dolap yığmaq olar. Mənzildə yalnız mətbəx mebeli qalır. Qaz, aspirator, paltaruyan, bunlar hər biri çıxır. Qeyd edim ki, təmirdən sonra mənzildə yaşayış olmayıb. 2 eyvanı var. Bir eyvanı yola baxır. Qarşıda gördüyünüz binada olduğu kimi üzəri mansarddır. Mansardda yaşayış yoxdur. Yol kənarıdır bina və kompleksin həyətidir. İstilik sistemi kombidir. Bura isə digər yataq otağıdır. Bir eyvan da buradadır. Bu eyvana hər iki yataq otağından çıxış var. 10 nömrəli məktəbdir. Uşaq bağçasıdır. Binanın arxa tərəfində isə Abşeron rayon mərkəzi xəstəxanası yerləşir. Bura Riyaət Ticarət Mərkəzidir. Bakı-Sumqayıt şosesi. Məlumatları bir daha xatırladıram. Bakı-Sumqayıt şosesi Riyaət Ticarət Mərkəzi ilə üzbəüz 15 mərtəbəli binanın 15-ci mərtəbəsində 105 kvadrat metr ümumi sahəsidir. Hazır 4% ipotekadadır. Rəsmi iş yeri, rəsmi əmək haqqı olan hər bir kəs mənzili əldə edə bilər. Aylıq ödənişi 510 manatdır. 21 ili qalır. Ətraflı məlumat və mənzildə vaxt keçirmək üçün telefon nömrəmizdən əlaqə saxlamağınız xahiş olunur. Təşəkkürlər.